Bugünkü məlumat selində xəbər seçmək heç də asan iş deyil. Məhz buna görə bu gün sizə Unikal qəzetinin qısa xülasəsini təqdim edəcəyəm. Gəlin ölkədə və dünyada baş verən ən önəmli hadisələrə qısa və aydın şəkildə birlikdə nəzər salaq. İlkin olaraq qəzetimizin manşet xəbərlərini diqqətinizə çatdırım. Yağışın üzə çıxardığı normadan artıq məmur özbaşınlığı. Azərbaycanın sığorta oliqarxlarına milyonlarla manatlıq şok. Dövlət büdcəsinə yenidən baxılması mümkündür. ABŞ və İran vaxt qazanmaq üçün atəşkəsə razılaşıb. Direktor təyin etdiyi şəxsdən Vüqar Qurbanova ittiham. Prezident ona general rütbəsi verib birinci müavin təyin etdi. Yaşar Allahquluoğlu Əməşov xüsusi rabitə və informasiya təhlükəsizliyi dövlət xidmətinin rəisinin birinci müavini vəzifəsinə təyin edilib. Unikal xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamı imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Yaşar Əməşova general-mayor ali hərbi rütbəsi verilib. Baş nazir məmurlarla bağlı əmr imzaladı. Ədliyyə Nazirliyində dövlət icra məmurlarının qulluğa qəbulu ilə bağlı müsabiqənin və icbari təlimin keçirilməsi qaydası təsdiqlənib. Unikal xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb. Bəli, burada dövlət büdcəsinə yenidən baxılması mümkündür başlıqlı yazı yer almaqdadır. Belə ki, Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədr müavini deputat Azər Badamov Unikala geniş müsahibə verib. O, neftin qiymətinin artmasından, əldə olunan gəlirin necə xərclənəcəyindən, ərzaq məhsullarının vergi güzəştlərinin tətbiq oluna biləcəyindən, əmək məcəlləsinə təklif olunan yeni dəyişikliyin iş yerində maaşlara necə təsir edəcəyindən və bəzi məsələlərdən söhbət açıb. Ətraflı qəzetimizin 4-cü səhifəsində. Şeyxin işdən çıxarılan oğlunun yerinə təyinat. Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxüslam Allahşükür Paşazadənin vəzifəsindən azad edilən oğlu Məhəmməd Paşazadənin yerinə təyinat olub. Unikal manşetasa istinadən xəbəri verir ki, Azərbaycan-Xəzər Dəniz Gəmiçiliyi QSC-nin sədri Əfqan Cəlilovun əmri ilə Kamil Bektaşı sədrin müşaviri təyin edilib. Normadan artıq məmur özbaşınalığı. Bakıda və Abşeron yarımadasında bir neçə gün fasilə ilə, ümumilikdə isə vur-tut 2 gün yağan yağışlar ciddi fəsadlara gətirib çıxardı. Su basmalarla paytaxt və ətrafının ciddi infrastruktur problemləri yaşamasını ortaya qoyan neqativ hallarla müşahidə olundu. Sinoptiklər bu yağışları normadan artıq kimi qiymətləndirdi. Lakin həmin yağışlar eyni zamanda normadan artıq məmur biganəliyindən, özbaşınalığından xəbər verir. Ətraflı olaraq qəzetimizin 5-ci səhifəsində bu barədə geniş yazı yer almaqdadır. Direktor təyin etdiyi şəxsdən Vüqar Qurbanova ittiham. Respublika Perinatal Mərkəzinin sabiq direktoru Mehriban Abbasquliyeva bu tip müəssisəsində 7 körpənin öldüyü yanğınla bağlı açılmış cinayət işi üzrə məhkəmənin növbəti iclasında sensasiyalı fikir səsləndirib. O, adı çəkilən mərkəzdə təhlükəsizliklə bağlı tələblərin yerinə yetirilməməsində faktiki olaraq təbibin sabiq rəhbərliyini günahlandırıb. Azərbaycanda 200-dən çox kişi nikaha daxil olan zaman arvadının soyadını götürüb. Belə ki, Azərbaycanda bu ilin ilk 3 ayında 6 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını götürüb. Unikal xəbər verir ki, bu barədə reporta Ədliyyə Nazirliyindən məlumat verilib. Bildirilib ki, 2025-ci ildə 52, 2024-cü ildə 62, 2023-cü ildə isə 109 kişi nikaha daxil olan zaman həyat yoldaşının soyadını götürüb. İranın 10 maddəlik təklifi ChatGPT ilə yazılmışdı. İran təklifi ChatGPT tərəfindən yazılıb və biz onu zibil qutusuna atdıq. Amma onların ikinci 10 bəndlik təklifi yaxşı idi. Unikal xəbər verir ki, bunu ABŞ-nin vitse-prezidenti Vance deyib. İşsiz qalmışam, həbsdə olmuşam. Məni heç nə ilə təəccübləndirə bilməzsiniz. Unikal xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan jurnalistin baş nazir seçilməsəniz harada olacaqsınız? Həbsxanada sualına belə cavab verib. Mən ən azı 4-5 cəza çəkmə müəssisəsində olmuşam. Həyatda elə vəziyyətlər azdır ki, o başıma gəlməyib. Bir şey haqqında danışanda nədən danışdığımı bilirəm. Amma bir çox insan eyni şey haqqında danışanda nədən danışdıqlarını bilmirlər.
İstanbuldakı İsrail konsulluğuna edilən hücumdan sonra IŞİD-ə qarşı əməliyyat keçirilib və 198 nəfər saxlanılıb. Unikal xəbər verir ki, bu barədə Türkiyənin Ədliyyə Nazirliyi məlumat yayıb. İdman dünyasında nələr baş verib, gəlin qısa və aydın şəkildə nəzər yetirək. Sumqayıtın baş məşqçisi Saşa İliçlə oyuncular arasında ciddi problem yaranıb. Unikal futbol infosuna istinadən xəbər verir ki, Serb mütəxəssis yarım müdafiəçi Səbuhi Abdulzadədən narazıdır və mətbuat konfransında bunu açıq şəkildə dilə gətirib. Bəhlul Mustafazadə bu göstəricidə Çempionlar Liqasının ən yaxşılarındandır. Çempionlar Liqasının 4-1 final maçlarından sonra Qarabağın futbolçuları müxtəlif göstəricilərlə ən yaxşılar arasındadır. Belə ki, Bəhlul Mustafazadə Çempionlar Liqası oyunlarında ən yüksək sürətə malik oyuncular siyahısına qoşulub. O, saatda 36,5 km sürəti ilə ilk beşliyi tamamlayır. Şou mədəniyyət dünyasında bu həftə sakit keçməyib. Belə ki, müğənni Nura Suri həbs edilən türk məşhurlardan yazıb. O bildirib ki, Türkiyədə hər gün məşhurların tutulması ilə bağlı xəbərlər onu bezdirib. Ətraflı olaraq qəzetimizin 16-cı səhifəsində mən çox sadələhv olmuşam. Hər kəsə inanmışam. Hamını özüm kimi qəbul etdiyimə görə həmişə aldadılmışam. Bəzi musiqiçilər var ki, onlar artıq dünyadan köçüblər. Məni məclislə aparırdılar, pulumu kəsirdilər. Nə verirdilərsə, onunla qane olurdum. Bu sözlərin müəllifi müğənni Nadir Qafarzadədir. O bu barədə qonaq canlı verilişinə danışıb. Beləliklə, Unikal qəzetinin əsas xəbərləri bunlardan ibarət idi. Diqqətinizə görə təşəkkür edirəm. Növbəti xülasələrdə görüşənədək.